Sevinç Sevil bacıları bu həftə şou məkanda. Biz də şou məkanın izləyicilərini hər birini ürəkdən salamlayırıq. Hər birinizi xoş Bütün gördük. qaynaqlı qızlarım. Salamlayırıq, öpürük, bağrımıza basırıq. Bu imic məsələsi bacıları mərc etməyə vadar etdi. Saçlar yoxdur, getdi. 4 aydan sonra mən bu iki qırxılmış başımı uzada bilmədimsə, saçlar elə gördüyünüz kimi qalsa, inanın, gəl burada sporlaşaq. Bir də 4 ay qaynağa yox deyirik. Bəli. 4 ay. aydan sonra saçlarımı uzada bilmirsə, 4 aydan mən sonra keçər görüşərik görəcəksiniz. eyni məkanda. Bu arada hər zaman sevgi haqda hit mahnılar ifa edirsiniz. Bəs siz bu hissdən məhrum deyilsiniz ki. İnan mənə, elə bəlkə bugünkü gündə göz önündə olduğumuz üçün yoxdur. Çünki fikirləşirlər ki, yəqin bu çox bahalı həyat sürür, əl çatmazdı. Amma mən əvvəllər indi qaydırıq lap o yekəburun zamanlarına da. Allah! O vaxtları fikirləşirdim ki, yəqin ki, burnum yekədir, məni heç kəs sevmir. Yəqin hələ ki o qədər məşhur deyilik, onun üçün bizi sevən yoxdur. Burnumuzu kəstirməyə az qalmış, artıq sayılı günlər qalıb fikirləşirəm. Bu gündən sonra həyat dəyişdi. Burnumu kəstirəndən sonra o qədər sevinirdim. Deyirdim, yəqin bundan sonra qapıma düzüləcək hamısı. Deyəsən bacıların bu arzuları da puça çıxdı. Gördüm burundan sonra yox, hələ o qədər effekt yoxdur, tutmadı nəsə bu. Dedim, yəqin eyb yoxdur, indi veriliş gəldi artıq. Dedim, lap populyarlıq artıq. Dedim, 100% burun alınmadı, amma verilişdən mənə, sonra. mən o Firzuləddin daima oxşayan vaxtımda məni sevən daha çox idi. O da əslində bilirsiniz nədən irəli gəlir? Öndəsən, üzdəsən, fikirləşir ki, doğrudan da bu əl çatmazdı mənim üçün. Bəlkə mən sevsəm qarşılığını almayacağam. Bacılar bu narahatlığında peşəkarcasından öhdəsindən gəlməyi bacardılar. Ətrafımızda demək olar ki, heç kəs yoxdur. Bir-iki nəfər barmaqla sayılası insanlar da hansına ki, doğrudan da mən bugünkü gündə dost kimi etibar edə bilirəm. Bəlkə bir də bizim xarakterimizdə, xüsusiyyətimizdə belə bir şey, biraz oğlan tipajlı qızlar. Sizə böyük eşq, məhəbbət arzulayıb keçək növbəti sualımıza. Eşitdik, klip çəkilişləriniz olub. Çəkilişin yarısı oldu Dubayda. Belə fikir basın. Birləşmiş Ərəb Əmirliyində. Bəli, yarısını isə biz Bakıda çəkməyə qərar verdik. Niyə? Çünki bizə Dubayın görüntüləri vacib deyil idi. Bizə sırf avtomobil idi. Mən çox bəyəndim əslində. Düzdür, bahalı həyat tərzi, yenə də süjet xəttində oğlan evlidir, qız onun üçün ölür, oğlan zəng vurur, görüşə çağırır, bu yenə sevincindən uçur, axırda gəlmir, yenə də tək qalır. Yəni süjet belə. Bizə də sizə yalnız və yalnız uğurlar diləmək qalır.